dostlar. Bugünləri yana da özümü sevindirdim. Maşın sürməyə gedirəm axı, həm də uşaqları. Baxın nə almışam. Görürsünüz. Onların ən sevdiyi balığı almışam. Həm özümü sevindirirəm, həm balalarımı. Bundan yaxşı şey nə ola bilər? Təsəvvür eləyin. Maşın sürməyə başlamışam axı. İnanırsınız, maşın sürən adam mənə öyrədir. Deyir ki, necə də yaxşı sürürsünüz. O qədər həvəsim var. Uşağıma görə öyrənmək istəyirəm də. Gələcəkdə imkanım olar, maşın alaram. Uşağımı apararam, məktəbə gətirərəm. İnanırsınız, elə sevinirəm. Allah bu sevincdən hamınıza qismət. Gəldim, ürəklərim. Evdəyəm, balığı yaxşı yudum. İndi qəşən bunu çeliyim, istiyotluyum, belə. Bu qara istiyot, bu qırmızı istiyot. Uy, nənə. Qırmızı istiyotum qutarır ki. Bu düz. Belə səpirəm. Yoğun şokolad, acıb şokolad. İstiyot da var belə şey. Sumaq. Balığın ən çox bilirsiniz nədir? Sumaq. Həm insana xeyirdir. Siz bilirdiniz, sumaq insana xeyirdir. Bu. İnsana xeyirdir sumaq. Papam gələndə mən üçün gətirir. Az istifadə eləyirəm ki, qəşəng olsun. İndi qoy biraz bu tam tutsun. Qəşəng bunu balığı qızardaram, çəkərəm siz üçün. Baxın, indi sizə nə göstərirəm. Baxın, yağı qoymuşam, qızarır. Bax, una, balığı batıraram, belə una, yağın içində qızardaram. Çox dadlı olur. İndi qoy eləyim, sizə göstərərəm. Baxın, indi sizə göstərərəm. Bax, adi belə balığı götürürəm. Belə una batırıram, belə. Belə batırıram. Buraxıram yağın içinə. Çox dadlı olur, ürəklərim, çox. Belə qəşəng qızarar indi yağın içində. Belə eləyirəm. Qəşəng. Bu balıq mənim balalarımın ən sevdiyi balıqdır. Bilirsiniz nə qədər pul vermişəm? 1700. İnanırsınız. Baha da olsa haftada bir dəfə uşaqlar üçün alırım. Yəni, ruslar demişkən, detim ni jalka. Все ürəklər.